Bugün Xankəndi şəhərinə ilk köç baş tutub. Respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Xankəndi sakinlərindən ibarət 36 ailə, 162 nəfər doğma yurduna qayıdıb. Beləliklə, 35 ildən sonra Xankəndiyə həyat yenidən qayıdır. Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri aparılır və böyük qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı təmin edilir. Verdiyi dəstəkdir, insanlarımızın qayıdışa olan marağıdır. Sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Doğma yurdlarına qayıdan sakinlər tarixi anları böyük coşqu ilə qeyd ediblər. Gözünüz aydın, yurda dönmüş. Sağ olun, sağ olun. Siz de hoş gelmişsiniz bizim bu güzel yurdumuza, güzel mekanımıza, Xankəndinə. Bugün mən fəxrlə deyə bilərəm ki, daha mən qaçqın deyiləm. Elimə, yurduma qayıtmışam. Xatırladaq ki, Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi 1991-ci ildə işğala məruz qalıb. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan əskəri şəhərə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə ölkə başçısı Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağını qaldırıb. Elgün Gəncimsoy, Pərviz Allaverdiyev, Bizim Media.